Uşaqları sevindirmək, onların çöhrəsində gülüş yaratmağı hər kəs istəyir. Tərtər rayonunda fəaliyyət göstərən Sərbəst Danışıq Psixoloji və Nitq İnkişafı Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri gerçəkləşib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri və valideynlər iştirak edib. Mərkəzin qurucusu Kəyyam Quliyev çıxış edərək gələn qonaqları salamlayıb, körpə fidanları təbrik edib. Mərkəzin balaca fidanlarının ifasında şən musiqi, şeir və rəqs təqdim edilib. Uşaqların sevimlisi Şən Klon və Dovşanın tədbirə gəlişi balacaları daha çox sevindirib. Daha sonra bayram tortu kəsilib, tədbir şən musiqi ilə davam edib. Mərkəzin rəhbəri balaca fidanlara öz təbrikini efir vasitəsilə çatdırıb. Bu günlərim Tərtər rayon Sərbəst Danışıq Psixoloji Nitq İnkişaf Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilir. Uşaqlar bizim bu günümüz və gələcəyimizdirlər. Onların təhsili və sağlamlığı cəmiyyətin təməlini təşkil edir. Hər bir uşağın üzündə olacaq gülüş, təbəssüm bizlər üçün ən böyük xoşbəxtlik və sevincdir. Təbrik edirəm bayramlarını, hər zaman xoşbəxt və sağlam böyüsünlər. Qeyd edək ki, bu mərkəzin Tərtərdə fəaliyyət göstərməsi autizm, Down sindromu, nitq qüsuru, əqli inkişaf geriliyi və digər problemli övladları olan valideynlərin də ürəyincədir. Artıq bu xidmətlər üçün başqa rayon və şəhərlərə getməyə ehtiyac yoxdur. Rahim Məmmədov, Bugün İnformasiya proqramı üçün.